Salam dəyərli izləyicilər. Bu günlərdə sizlərlə çox maraqlı bir əl analizi paylaşmaq fikrindəyəm. Dünənləri paylaşdığım əl analizindən davamını bu günlərdə sizlərlə paylaşacağım. Bu günlərin mövzumuz nə olacaq? Sevgi məsələləri. Hansı qadınla evlənmək olmaz videomda bir məsələni qeyd etmişdim ki, sevərək ailə quran qadınların gördüyümüz yer sərçə barmağının altındadır. Bu günlərdə həmin bu rəsmdə sərçə barmağının altındakı sevgi cizgilərini sizlərə təqdim edirəm. Burada görünən 4-5 dənə sevgi cizgisinin olması bu insanın müxtəlif yaşlarda sevildiyi göstərilir. Yəni ki, 4-5 dənə sevgilisi olub. Bəs bunlarla ailə qurub qurmayıb, məsələni necə görürük? Bunu da sağ əllə. Xatırladım ki, paylaşdığım əl sol əldir. Sağ əli isə əl yiyəsinin razılığı olmadan paylaşa bilmirəm. Sağ əldə də bunu eyni yerdən görmək mümkündür və eyni zamanda həyat cizgisi üzərinə, həyat xətti üzərindən də bu barədə bir çox məlumatlar almaq mümkündür.